Salam əziz izləyicilər. Bu günlərin biz nüzul barədə Quranın nazil olması ilə bağlı danışacağıq. Bəziləri Quran-ı Kərimin nüzulu ilə Peyğəmbərin be'sət məsələlərini qarışdırırlar. Quranda ayə var. Bu ayələrə, Quranın bu ayələrinə əsasən Quranın be'sət məsələsini qarışdırırlar. Bilirik ki, Həzrət Peyğəmbərin be'səti, yəni be'sət yəni peyğəmbərliyə seçilən vaxt Rəcəb ayının 27-si olmuşdur. Və bəziləri Quranın bəzi ayələrinə əsasən deyirlər ki, peyğəmbər Ramazan ayında peyğəmbərliyə seçilmişdi. Həmin ayələrdən biri budur ki, Şəhru Ramazanəl-ləzi unzilə fihil Quran. Ramazan o aydır ki, Quran həmin ayda nazil olmuşdu. Başqa bir ayədə Duxan surəsində Allah buyurur ki, İnnə ənzəlnəhu fi leylətin mübarəkəh. Biz həqiqətən onu mübarək bir gecədə nazil elədik. Qədr surəsində Allah buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadr. Həqiqətən biz onu Qədr gecəsində nazil elədik. Bu ayələrə əsasən bəzi şəxslər deyirlər ki, Quran peyğəmbərin məbus, yəni peyğəmbərlik verilən vaxt Ramazan ayında olub. Bu məsələyə, həmin bu nəzəriyyəyə bir neçə dənə irad gətirmək mümkündür. Əvvəla, həmin ayələrdə məkan qeyd olunmayıb. Həmin bu bizim oxuduğumuz 3 ayənin heç birində məkan qeyd olunmayıb. Və hamımız bilirik ki, yəni bütün müsəlman camiyyəsi bilir ki, Həzrət Peyğəmbərə peyğəmbərlik veriləndə Hira mağarasında verilib. Və orada da məkan qeyd olunmayıb ki, biz deyək ki, Hira mağarası adı çəkilib orada. Ondan da əlavə Quranın biz bilirik ki, yəni bütün müsəlmanın etiqadı budur ki, Həzrət Peyğəmbərə peyğəmbərlik veriləndə Ələq surəsinin ilk 5 ayəsi nazil oldu. Cəbrail əleyhissalam ilk 5 ayəsini Həzrət Peyğəmbərə gətirdi. Amma biz oxuduğumuz ayələrdə Quran zahirinə baxanda elə Quranın bir dəfəmə nazil olması göstərilir. Yəni, deyir, biz onu nazil etdik Qədr gecəsində, biz onu mübarək gecədə nazil etdik, biz onu Ramazan ayında nazil etdik. Bunlara biz baxanda ayənin zahirindən elə Quranın bir dəfəmə nazil olması çıxır və Ələq surəsinin amma 5 ayəsi Peyğəmbərə nazil olmuşdu, Peyğəmbərlik verilən vaxtı, ilk vaxtı. Və Quran-ı Kərimi biz bilirik ki, 2 dəfə nazil olub, bir dəfəmə nazil olma, bir də ki, elə hamımız bildiyimiz kimi tədrici, yəni hadisələrlə bağlı, ya hadisə olmadan hansısa bir ayə nazil olub. Bir dəfəmə nazil olma ilə bağlı alimlər bəzi fərqli fikirlər bildiriblər. Belə bir hədis var İmam Sadiq əleyhissalamdan. Bir nəfər gəlir İmam Sadiq əleyhissalamın yanına ki, bəs ağa, Quran 20 ilə nazil olub. Belə bir hədis var ki, Quran-ı Kərim 20 ilə nazil olub. Bəs Quranda ayələr var, bu ayələr Quranın bir dəfəmə nazil olmasını göstərir. Bəs bunu biz necə başa düşək? İmam Sadiq əleyhissalam buyurur ki, Quran-ı Kərim bütöv olaraq Beytül-Məmura nazil olmuşdur. Beytül-Məmura nazil olandan sonra yavaş-yavaş tədricən Həzrət Peyğəmbərə Allah Cəbrail vasitəsilə ayələri nazil eləmişdi. Beytül-Məmur da Həzrət Əli əleyhissalamdan hədis var ki, Beytül-İzzə də deyərlər, Beytül-Məmur da deyərlər. Bəziləri dünya səmasını nəzərdə tutur, bəziləri 4-cü səmanı nəzərdə tutur. Həzrət Əli əleyhissalamdan hədis var bundan bağlı ki, Beytül-Məmur Kəbə kimi müqəddəs bir evdir. Yerdə necə Kəbə evidir müqəddəs, ən müqəddəs yer. Göydə də həmin Beytül-Məmurda 70 min mələk hər gün oranı təvaf eləyərlər, ziyarət eləyərlər. Və imam da buyurur ki, həmin Allah Qədr gecəsində, Ramazan ayında deyəndə, yəni bir dəfə bütöv formada Beytül-Məmura
göndərib Qurani-Kərim ora nazil olub, oradan da tədricən yavaş-yavaş Həzrət Peyğəmbərə nazil olub. Bu hədisə Şeyx Müfid deyir ki, bu hədis ahad hədisdir, mütəvatir deyil, bu hədis dəlil ola bilməz və Şeyx Müfidin nəzərinə görə, fikrinə görə Qurani-Kərimdə Allah bu ayələri deyib, yəni Quranın bir hissəsi, bir parçası Ramazan ayında nazil olub Qurani-Kərimin. Şeyx Səduq əsasən bu hədisi əsas gətirir ki, bu hədisə əsasən birinci Beytül-Məmura, sonra bütöv formada Beytül-Məmura nazil olub, ondan sonra tədricən yavaş-yavaş Həzrət Peyğəmbərə nazil olub. Amma Əllamə Təbətəbai fərqli bir nəzər sürür. Əllamə Təbətəbai deyir ki, Qurani-Kərim ümumiyyətlə iki hissədən ibarətdir. Bir zahiri tərəfi var Quranın, bir də batini tərəfi var Quranın. Qurani-Kərimin zahiri elə biz bildiyimiz surələr, ayələr bunlardan ibarətdir. Quranın batini tərəfi isə hissələrə, surələrə ayrıla bilməz. Elə bütöv külli bir formadadır. Quranın batini forması, Quran Ramazan ayında nazil olub bütöv formada, yəni elə Quran batini forması, batini olaraq Peyğəmbərə nazil olub, sonra elə kəlmələri ilə, ayələri ilə, surələri ilə bircə hissə Həzrət Peyğəmbərə nazil olubdur. Bundan belə fərqli nəzərlər də var. Başqa alimlərin də Quranın bir dəfəmə nazil olması ilə bağlı fərqli nəzərləri də var. İndi biz bu qədəri məncə kifayət eləyər. Qurani-Kərimin bu bir dəfəmə nazil olması ilə bağlı alimlərin fərqli fikirləri idi. Amma Qurani-Kərimin tədrici nazil olması da var. Yəni həm bir dəfəmə, bir də tədrici. Yəni hansısa bir hadisə ilə bağlı ayə nazil olur, hansısa bir sual verirlər Həzrət Peyğəmbərə, o suala cavab olaraq ayə nazil olur. Ya heç bir nə hadisə, nə bir sual verirlər Peyğəmbərə, sadəcə insanlara hansısa bir xəbəri çatdırmaq üçün ayə nazil olur. Və gəlib Peyğəmbərə irad da bildirirdilər. Kafirlər gəlib irad bildirirdilər ki, axı indi sən bu əqidəni gətirmisən, bu ideologiyanı gətirmisən, bir külli formada, bütöv formada bu niyə nazil olmasın? Peyğəmbərə gəlib belə iradlar bildirirdilər. Qurani-Kərimin tədricən nazil olmasının bir neçə mühüm, önəmli tərəfləri var Qurani-Kərimin tədricən nazil olması. Biri budur ki, Quranda elə özü Allah buyurur ki, kəzəlikə linusəbbitə bihi fuədək. Biz onu, yəni Qurani-Kərimi bu şəkildə, yəni tədrici formada sənin qəlbinə səbat, qətiyyət verək. Yəni biz onu bu şəkildə tədricən nazil etdik ki, sənin qəlbivə qətiyyət verək, sənin qəlbivə səbat verək. O vaxtda Həzrət Peyğəmbərə müxtəlif sözlər deyirdilər, müxtəlif ifadələr işlədirdilər Peyğəmbərlə bağlı. Dəli deyirdilər Həzrət Peyğəmbərə, şair deyirdilər Həzrət Peyğəmbərə. Peyğəmbər cürəbəcür hadisələrlə qarşılaşırdı, müharibələrdə iştirak edirdi Həzrət Peyğəmbər. Biz əvvəlki söhbətlərimizdə də dedik ki, Peyğəmbərin mənəviyyatı nə qədər böyük olsa da, nə qədər geniş ruhiyyəli bir insan olsa da, vəhiy Peyğəmbərə nazil olsa da belə, o da bir insandır. O da bizi kimi bir insandır. Biz hansısa bir söz bizə toxunanda Peyğəmbərin də qəlbinə toxunurdu. Peyğəmbər də inciyirdi, Peyğəmbər də yorulurdu. Peyğəmbərə gəlib dəli deyirdilər. Məsələn, Peyğəmbər gəlirdi, söz danışırdı Həzrəti Peyğəmbər. Bir də yenə də şairliyi tutdu, məsələn. Nəsə bir söz deyirdi, gəlib deyirlər ki, bu dəlidir, məsələn, buna fikir verməyin. Məsələn, biraz cəsarət edib bu sözləri deyirəm. Yəni kafirlər deyirdilər Həzrət Peyğəmbərə. Bu şəxsdən məsələn çatmır, bu şəxsin başı çatmır, buna fikir verməyin. Bu sözlər Peyğəmbərin qəlbinə toxunurdu. Ya Peyğəmbərin dişini daş atıb dişini sındırmışdılar Həzrət Peyğəmbərin. Bu hadisələr Peyğəmbərin qəlbinə toxunurdu. Peyğəmbər narahat olurdu. Peyğəmbər də inciyirdi. Peyğəmbər də ağırlıq hiss eləyirdi.
Belə hallarda məsələn Allah ayə nazil edirdi Həzrət Peyğəmbəri biraz rahatlaşdırmaq, psixoloji bir dəstək durmaq üçün. Məsələn Həzrət Peyğəmbərə hər söz dedilər, qəlbə toxunan sözlər deyirdilər Həzrət Peyğəmbərə. Allah Peyğəmbərin bir növ qəlbini yüngülləşdirmək üçün Allah ayə nazil elədi ki, fələ yəhsunkə qovluhum. Onların sözlərinə görə hüzünlənmə, qəmlənmə, fikir eləmə. İnnə nə'ləmu mə yusirruna və mə yu'linun. Biz onların qəlblərində gizlətdiklərini və dildə deyib aşkarda etdikləri hər şeyi biz bilirik. Onlar sənə nə söz deyirlər, sən buna görə qəmlənmə, buna görə kədərlənmə. Allah bir növ Peyğəmbərə psixoloji bir dəstək dururdu. Tədricən, belə deyək də, məsələn, Peyğəmbər bilirdi, deyək ki, belə bir ayə var. Quran-ı Kərimdə belə bir ayə var. Bir də var ki, bunların sözləri ilə qarşılaşır, pis fikirləri ilə qarşılaşır, ittihamlarla qarşılaşır, narahat hiss eləyir. Vəhiy gəlir, Cəbrail gəlir ki, Allah belə bir ayəni deyir sənə. Peyğəmbər artıq bir növ psixoloji bir dəstək alırdı belə ayələr nazil olanda. Və başqa məsələlərdə, məsələn, müharibədə yorğunluq olanda, ruhi yorğunluq olanda, fiziki yorğunluq olanda Allah ayə nazil edirdi Peyğəmbər. Bu ayə ilə bir növ bizim indiki dillə desək bir növ motivasiya alırdı da Həzrət Peyğəmbər. Digəri də Quranın tədricən nazil olmasının önəmli səbəblərindən biri də budur ki, ümumiyyətlə belə deyək, yanlış bir əqidəyə, yanlış bir rəftara mürtəkib olan bir cəmiyyəti biz gəlib birdən-birə o şeydən ayıra bilmərik. Ərəb müşrikləri şəraba elə qurşanmışdılar, ribaya elə qurşanmışdılar ki, yəni bunlara gəlib birdən-birə onlara qəti qadağan hər bir şey, nə qədər şeylərə ki, məsələn, belə deyək də fərziyyə 50 dənə düzgün olmayan bir işə mürtəkib olub, Peyğəmbər də gəlir bunların hamısından bir dəfə əmr edir ki, ayrılmalısınız. Bu, bir növ insanlar üçün bir yük olardı. Tədricən lazım idi insanları maarifləndirmək, insanları düzgün əxlaqa çəkmək, Allahın istədiyi işlərə cəlb eləmək. Bu tədricən lazım idi. Ki, həmin tədricən nüzul da ən önəmli səbəblərdən biri bu idi ki, Peyğəmbər yavaş-yavaş bir gün gəldi, dedi ki, namaz sizə vacibdir, bir gün gəldi, dedi, namaza içkili yaxınlaşmayın, içkisiz halda yaxınlaşın. Yavaş-yavaş insanları bir əxlaqi məsələlərə çatdır, əxlaqi məsələlərə dəvət elədi. Axırda tam formada dedi, hə, bu formada olmalıdır. Və digər önəmli səbəblərdən biri də budur ki, Quran-ı Kərim tədricən nazil olub, ona görə ki, bir növ təhrifdən qorunub. Yəni, hansısa bir hadisə baş verib, hansısa bir kimsə gəlib sual verib, ayə nazil olub, nəsə bir hadisə baş verib, ayə nazil olub, ya deyə Peyğəmbər yorulub, məsələn, ya hansı kafirlərin sözləri Peyğəmbərə toxunub, narahat edib, bununla bağlı ayə nazil olub. Müsəlmanlar da hadisə ilə bağlı ayə nazil olanda artıq rahat şəkildə zehinlərində saxlayırdılar. Rahat şəkildə də Quranı hifz eləyə bilirdilər. Və bu şeylərlə Quran təhrifdən artıq qorunurdu. Və insanlar, müsəlmanlar həm rahat şəkildə ayələri öz həyatlarında tətbiq eləyə bilirdilər və həm də rahat şəkildə ayələri öz zehinlərində olduğu kimi, məsələn, bu kəlmədən qabaq vav hərfi gəlibsə, elə vavla da ayəni əzbərdən deyirdilər. Bugünkü söhbətimiz bu qədər. Sağ olun, Allah amanında.